Bütün bölgelerde olduğu kimi Neftçalada da kənd yerlərində həyət bacanı səliqə-səhmana salmaqdan ötürü daha çox süpürgə kollarından istifadə edirlər. Artıq rayonda bəzi sakinlər tədarük üçün süpürgə yığımına başlayıb. Yabana halda bitən süpürgə kollarına adətən kənd ərazilərində, çöllük və otlaq sahələrində rast gəlinir. Neftçala rayonu ərazisində də süpürgə kolları kifayət qədərdir. Sentyabrın əvvəllərində çiçək açan süpürgə kollarının yığım mövsümü artıq bir neçə gündür başlayıb. Yerli sakinlərin dediyinə görə kolları yığdıqdan sonra onu dəstəkləyib hazır vəziyyətə gətirirlər. İl ərzində bir ailəyə 30-35 ədəd süpürgə dəsti lazım olur. İldə bir dəfə yığırıq, 20 də 30 da, həyətdə bazda işlətmək üçün, heyvan altına yanına. Belə bir gündən sonra bu geçir, gəlib yığırıq, ildə bir dəfə gəlməyimizə, uzağa başı 2 dəfə. İstifadə olunan şeydə bu həmişə. Süpürgə də təmiz saxlayır hər yeri. Süpürgə iplə bağlanılır, qurudulur və sonra həyət bacanın süpürülməsində istifadə olunur. Bəzən sakinlər artıq qalan süpürgələri satmaqla ailələrinə kömək edirlər. 1 manata satdıqları süpürgə bazarlarda alıcılara 1 manat 20 qəpik və 1 manat 50 qəpiyə təklif olunur. Hətta qışda süpürgə bir qədər də baha qiyməti olur. Süpürgə kolları davamlı olduğundan kənd sakinləri buna daha çox üstünlük verir. Tələbat da həmişə böyük olur. Süpürgə kollarının yığımı oktyabrın əvvəllərinə kimi davam edir. Pərvanə Əliyeva, Vüqar Məlikov, Neftçala.